Birinci qruplar üçün belə bir isbat sualına baxaq. Hipotenuzu C, daxilinə çəkilmiş çevrənin radiusu R olan düzbucaqlı üçbucağın sahəsi üçün bu düsturu isbat etməyimizi bizdən istəyir. Gəlin adlandıraq. A, B, C üçbucaq olsun. Hipotenuza da bütöv C ilə işarə edək. Gəlin radiusları qeyd edək. Mərkəz O nöqtəsi olsun. O nöqtəsindən radiuslarımı qeyd edirəm. Bilirsiniz ki, radius toxunana nədir? Perpendikulyardır. Ona görə 90 dərəcələrimizdə qeyd etdim. İndi gəlin A, B və C təpələrindən mərkəzləri birləşdirək. Baxın, bu olsun BO və bu da olsun CO. İndi diqqətlə baxırsınız nəyə? Biz B nöqtəsindən mərkəzi birləşdirəndə bilirsiniz ki, bir nöqtədən çevrəyə çəkilən toxunanlar bir-birinə bərabərdir. AA. Həmçinin də bucağımız tənbölən rolunu oynayır. Alfa, alfa. Eyni qaydanı burada da tətbiq edək. Bir nöqtədən çevrəyə çəkilən toxunanlar bir-birinə bərabərdir. BB. Və yenə bucağımız tənbölən rolunu oynayır. Beta, beta. Və indi baxın, bu nöqtələri də işarə eləyək N, M, K ilə. Deməli, diqqət eləyir BNO, BNO üçbucağı və üçbucaq BOM. Diqqət eləsəz, deməli, tərəfləri AR, burada da tərəflər AR, bir bucağı alfa, burada da bir bucaq alfadır, hər ikisində 90 dərəcə. Artıq bunlar kongruent üçbucaqlardır və sahələrin hər ikisi də SS olacaq. Eyni prosesi burada da görə bilərik. Baxın, bu üçbucağa diqqətlə baxsaz, üçbucaq KOS və üçbucaq MOS. Hər ikisinin tərəfləri RB, burada da RB. Hər ikisinin bucaqları beta, beta və 90 dərəcələr. Bunlara da, daha doğrusu bunu gəlin S1, S1 yazaq. Buna isə S2, S2 yazaq. İndi diqqətlə baxaq nəyə? Diqqətlə baxırsınız üçbucaq BOS-yə. BOS-də gəlin 2:1 AH düsturundan istifadə edək. Üçbucağın sahə düsturundan. Baxın, bizdə BOS-in içərisində nə gizlənir? S1 ilə S2. Yəni, bütöv sahə S1 üzərinə gəl S2 bərabərdir. 2:1 AH-la yazsaq. 2:1 vur. Baxın, hündürlüyümüzün yerində R dayanıb. Oturacağımız isə S-dir. İndi isə gəlin bütöv ABC üçbucağının sahəsini yazaq. ABC üçbucağının sahəsində nə görürəm uşaqlar? 2 dənə S1 görürəm. 2 dənə S2 görürəm. Bir də buna da gəlin bir S3 deyim. Bir də bu kvadratın sahəsini görürəm S3. İndi buradan 2-ni ortaq vuruq kimi götürsəm, olacaq bizdə. Baxın, S1-dən S2-nin cəmi nə idi? 2:1 RS idi. Gətirib yerinə qoyuram. 2 vurulsun, 2:1 RS. Üzərinə gəl. S3 bir kvadratdır. Baxın, kvadratın sahəsi olacaq R kvadratı. Çünki tərəf R-dir. R kvadratı. Buradan 2'lər gedəcək. Bütöv ABC üçbucağının sahəsi olacaq. RS üzərinə gəl R kvadratı.